24 yaşında iki müharibədə iştirak edən Vətən müharibəsi əlili Mehdiyev Həsən Rəcəboğlu 1996-cı il noyabrın 28-də Saatlı rayon Məmmədabad kəndində anadan olub. 2003-cü ildə Şəhid Azad Bayramov adına Məmmədabad kənd orta məktəbin 1-ci sinifinə daxil olub. 2015-ci ildə həmin məktəbdən məzun olan Mehdiyev Həsən müddətli həqiqi hərbi xidmətə çağırılır. O, hərbi xidmətini Müdafiə Nazirliyinin Sülhməramlı hərbi hissəsində keçir. Həsən Mehdiyev 2016-cı ilin aprel döyüşlərində rabitəçi kimi döyüşlərə qatılır. Ordudan təxris olunduqdan bir müddət sonra 2-ci Qarabağ döyüşlərinə könüllü olaraq qatılır. Həsən Mehdiyev 21 oktyabrda Cəbrayıl rayonu Daşkəsən kəndində 8 nəfərlik heyətlə tank əleyhinə minaya düşərək ağır yaralanır. Nəticədə Həsən Mehdiyevin hər iki ayağı amputasiya edilir. O, Vətən müharibəsi əlili kimi ordudan təxris edilir. Ailəlidir. 2 övladı var. Həsən Mehdiyev Azərbaycan Respublikasının prezidentinin sərəncamına əsasən Cəbrayılın azad olunmasına görə medalı ilə təltif edilib. O, həmçinin Vətən müharibəsi iştirakçısı və hərbi xidmətdə fərqlənməyə görə medalları ilə təltif edilib.